1 bölünsün A üstəgəl 2, üstəgəl 1 bölünsün B üstəgəl 1 bərabərdir 6 olarsa, 2A üstəgəl 6 bölünsün A üstəgəl 2, üstəgəl 3B üstəgəlsin 5 bölünsün B üstəgəl 1 ifadəsinin qiymətini tapmaq lazımdır. Bunun üçün verilmiş kəsirlərin hər birini 2 kəsirin cəmi şəklində göstərək. 2A üstəgəl 6-nı 2A üstəgəl 4 üstəgəl 2 bölünsün A üstəgəl 2, 3B üstəgəl 5-i 3B üstəgəl 3 üstəgəl 2 bölünsün B üstəgəl 1 şəklində göstərək. Kəsirləri 2 kəsirin cəmi şəklində göstərsək, 2A üstəgəl 4 bölünsün A üstəgəl 2 üstəgəlinsin 2 bölünsün A üstəgəl 2, üstəgəl 3B üstəgəl 3 bölünsün B üstəgəl 1, üstəgəl 2 bölünsün B üstəgəl 1. Bu şəkildə yazmağımızın səbəbi həmin kəsirləri ixtisar edə bilməyimizdir. Birinci kəsirin surətindən 2-ni mötərizə xaricinə çıxardırıq. A üstəgəl 2 bölünsün A üstəgəl 2. Üçüncü kəsirin surətindən isə 3-ü mötərizə xaricinə çıxarsaq, B üstəgəl 1 bölünsün B üstəgəl 1-dir. İkinci və dördüncü kəsirlərdən isə 2-ni mötərizə xaricinə çıxardırıq. Mötərizənin daxilində 1 üstəgəl A üstəgəl 2 üstəgəlinsin 1 bölünsün B üstəgəl 1 ifadəsini alırıq. A üstəgəl 2-lər ixtisar olunsa 2, B üstəgəl 1-lər ixtisar olunsa 3 alınır. Üstəgəl 2 vurulsun. Mötərizənin daxilində verilmiş ifadə ilkin ifadə, yəni 6-ya bərabərdir. O da bərabərdir 5 üstəgəl 2 vurulsun 6 bərabərdir 5 üstəgəl 12 bərabərdir 17 alarıq. Doğru cavabımız 17 oldu.